Təbii ki, cinayətin yaxşısı olmur. Bütün cinayətlər pisdir, arzu olunmazdır. Ancaq elə cinayətlər də baş verir ki, bu cinayətləri normal insan düşüncəsi heç cür qəbul edə bilmir. Belə cinayətlərdə qurbanın məsumluğu, qatilin amansızlığı heç cür yaddan çıxmır. Bu dəfəki istintaqımızda biz sizə məhz belə bir cinayətdən danışacağıq. İlqar kompüter satışı və təmiri ilə məşğul olduğu dükandan çıxıb evə getməyə hazırlaşırdı. Ancaq onun mobil telefonuna gələn zəng bu günün planlarını təmiz dəyişdi. Axşam 7-yə 16 dəqiqə işləmiş, kimsə zəng eləyərək oğlu Pirmuradın onda olduğunu, ancaq 30.000 manat müqabilində uşağı qaytaracağını deyir. İlqar bu zəngi kiminsə onunla zarafatı kimi qəbul edir. Axı zəng yeri bəlli olan açıq nömrədən kim zəng eləyər? Özü də 5-ci sinif şagirdi olan oğlu Pirmurad oxuduğu məktəbdən çoxdan çıxıb, təxminən 1 saat əvvəl evdə olmalıdır. İlqar həyat yoldaşına zəng vurur. Yoldaşı ona Pirmuradın hələ də evə qayıtmadığını deyir. Bundan sonra İlqar bu barədə qardaşı İmrana söyləyir. Sonra axşam saat 8 radələrində Abşeron rayon polis şöbəsinə gedib, oğlu Pirmuradın itməsi və naməlum bir şəxsin ona zəng vurub, oğlunun azad olunması üçün 30.000 manat pul tələb eləməsi barədə məlumat verir. Bəzi insanların bu həyatda ödənilməyən tələbatları olur. Bu, etiraz fonunda ola bilir, pula etiraz, sevgiyə etiraz, mala, mülkə, geyimə və s. Bəzi insanların çox təəssüf ki, psixi prosesləri eyni şəkildə inkişaf etmədiyi üçün onlarda müəyyən gizli pozuntular cərəyan eləyir. Və bunu ətraf sezə bilmir. Bilirsiniz, nə zaman o pozuntular sezilir? Hər hansı bir situasiya baş verir, orada dostlar oturur, yeyir, içir, söhbət eləyir. Baxırsan ki, bu insan danışanda sağlam danışmır da, qeyri-adekvat fikirlər ifadə eləyir. Bax, bu insanları sezmək lazımdır. Bu insanların davranışlarını diqqətlə izləmək lazımdır. Çünki bu insanlar o qədər həyata baxışı özəldir, fərqlidir ki, onlar hər hansı bir cinayı davranışa özlərini sövq edər və bunun, mən deyərdim, məsuliyyətini daşımazlar. İlqar Pirmuradov deyir, elə bildim kimdirsə mənimlə zarafat eləyir. Çünki məni açıq nömrədən yığmışdılar. Amma səsi tanıya bilmədim. Telefonda qırıq-qırıq gəlirdi. Düşündüm ki, ciddidirsə niyə açıq nömrədən zəng edir? Amma içimdəki narahatlığa son qoymaq üçün həyat yoldaşıma zəng vurdum. Pirmuradın məktəbdən gəlib gəlmədiyini soruşdum. Yox cavab eşidəndə narahatlığım artdı. Yoldaşıma heç nə deməsəm də mənə zəng eləyən nömrəni yığdım. Amma zəng çatmadı. Dərhal qardaşım İmrana zəng vurdum. Baş verənlər ona danışandan sonra görüşüb birlikdə Abşeron rayon polis şöbəsinə getdik. Olanları polisə də bildirdim. Bu hadisədən bir qədər keçmiş, Ceyranbatan tərəfdə taksi sürücüsü kimi fəaliyyət göstərən Elşad adlı şəxs itmiş uşaqla bağlı polisə məlumat verir. Elşad deyir ki, 16 fevral 2013-cü il tarixdə saat 11:30 radələrində üzdən tanıdığı Ceyranbatanda yaşayan Mənsur adlı şəxs uşağı həkimə aparmaq üçün Əhmədliyə getmək lazım olduğunu deyir. Danışırlar ki, sürücü onu axşam saat 6-ya kimi orada gözləyəcək. Pulunu da qaydanda verəcək. Təxminən 1 saat sonra Mənsur onun mobil telefonuna zəng eləyib Bakı dayanacağına çağırır. Elşad dayanacaqda Mənsurun yanında təxminən 10 yaşlarında uşaq da görür. Uşaq özü arxa oturacağa, Mənsur isə qabaq oturacaqda otururlar. Onları Ukrayna dairəsinin yanına aparır. Bir çox valideynlər öz övladlarını bu həyata elə alışdırırlar ki, onların bütün istəklərini həyata keçirirlər. Onlara o qədər gözəl həyat bəxş edirlər ki, amma bir şey unudurlar ki, həyat özünü müdafiə deməkdir əslində. Özünü müdafiə etməyi artıq körpəykən öyrətmək lazımdır uşağa. Və hər bir uşağın da psixi inkişaf dinamikası var. O, istərsən psixoloq ol, istərsən pedaqoq ol, istərsən müəllim ol, həkim ol, heç bu peşə sahibi olma. Sənin bir mənalı borcun öz övladına özünü müdafiə etməyi
aşılamaq olmalıdır. Çünki sən hər an övladının yanında deyilsən. Və ona görə bugün azyaşlı uşaqlara olunan təcavüz, azyaşlı uşaqlara olunan bu davranış pozuntuları ona görə vüsət alır ki, sanki valideynlər pul qazanmağa gedir, övladlarının yaxşı yaşanması üçün, onları maddi təminat etmələri üçün, bütün digər istəklərini təmin etmələri üçün işləyirlər, uşaqlarla ünsiyyətdə olmurlar. Və bu ünsiyyət kasadlığı da uşaqların psixi inkişafında müəyyən boşluqlar yaradır, hansı ki, o uşaqlardan rahat istifadə etmək olur. Bundan sonra Mənsur maşını bir neçə ünvana sürdürür. Orada müxtəlif adamlarla danışır. Axşam hava qaralana yaxın, onlar artıq 20 yanvar metro stansiyasının yaxınlığındaydılar. Bugün məktəblilərə, hətta məktəblərdə belə özünü müdafiə aspektindən yad insanların, hətta belə deyək də, el arasında dediyimiz kimi bir neçə köynək uzaq qohumlarla belə sıx kontakta girməyə lüzum olmadığını məktəbdə müəllimlər də izah edir. Ki, ehtiyatlı olun, diqqətli olun. Çünki məktəblərdə mühafizə var, qoruma sistemi var ki, valideyn gətirir, azyaşlı uşağını qoyur və onu valideyn geri təhvil alır. Artıq müəyyən yaşdan sonra uşaqlar bunu özlərində dərk etdikdən sonra onların vahid bir xarakteri formalaşır. Amma gəlin görək, hamıda eyni xarakter formalaşırmı? Deyil. Və həmin o ləngiməsi olan uşaqlar böyüyür, amma uşaq ağlı qalır. Çünki onların psixikası sağlam inkişaf eləmir. Hər yaşa uyğun psixika inkişafda olmur, təəssüf olsun ki. Və hər yaşa uyğun psixologiya inkişaf eləməyəndə insan psixologiyası, insanda längimə baş verir. İnsan müəyyən zamanda törətdiyi əməllərin qurbanı olur. Törətdiyi əməllərinin hətta işləyərdim ki, məsuliyyətini də daşımır. Nə etdiyinin fərqində olmur. Və çox qəribədir ki, o qədər aciz, o qədər gələcəyi düşünməyən bir addımlar atırlar ki, və bu cür insanlar törətdiyi əməldən öz ətrafını da cəlb eləyir və bədbəxtçilik odur ki, ətrafında olan insanlar da qismən də elə o ağılda olurlar. Onlar 20 yanvardan Sumqayıta gedən avtobuslar tərəfdə yeni tikilmiş binanın aşağı hissəsində dayanırlar. Mənsur avtomaşından düşür. Biraz sonra qayıdıb onlara piraşqı verir. Sürücüyə deyir ki, atası birazdan gəlib uşağı götürəcək. Bundan sonra o, uşağı da uşağın çantasını da götürüb ona atasının gəldiyini deyir. Təxminən yarım saat sonra Mənsur avtomaşının arxa yük yerinə tərəf gəlir, rayondan pay gətiriblər deyərək əlindəki torbanı ora qoyur. Onlar yenidən Ceyranbatan tərəfə gəlirlər. Çöl yolunda Mənsur yük yerindəki torbanı götürüb, ona verəcəyi 30 manat pulu tanışlarından alıb biraz sonra icra nümayəndəliyinin qarşısında ona çatdıracağını deyir. Elşad onu icra nümayəndəliyinin qarşısında gözləyir. Birazdan Mənsur qayıdıb deyir ki, pulu yeznəsindən almalıydı. Onun da uşağı itib, başları qarışıq. Əgər mən hansısa insanın davranışında müəyyən bir cinayət törədə biləcək bir hərəkəti sezirəmsə, onun ifadələrində, onun müəyyən baxışında, bədən dilində, hərəkətində, mən buna laqeyd qalmamalıyam. Hər bir şəxs bu mövzuda aktiv olmalıdır. Kiminsə övladının başına gələn bir hadisə, sabah sənin də başına gələ bilər. İnsanlarda empatiya duyğusu zəif olduğuna görə insanlar bu aspektdə çox kasad və dar düşünür. Amma empatiya qursam, biraz belə geniş aspektdən fikirləşsən ki, mən hansısa planlı şəkildə öz motivlərini həyata keçirtmək məqsədi ilə məndən kömək istəyən insana imtina edirəm. Mən də bu cinayətdə əlim var da, amma mən bunun qarşısını almıram. Və mən bunun qarşısını almaq üçün heç bir cəhdlər də etmirəm. Sürücü Elşad polisə verdiyi ifadədə bunları deyir.
Qəsəbədə məni görüb dedi ki, pulu indi də verə bilməyəcək. Çünki yeznəsindən almalıdır, onun da uşağı itdiyinə görə başı qarışıqdır. Uşaq tapılan kimi qısa zamanda pulu verəcək. Sonra sürücülərdən eşitdim ki, həmin gün qəsəbədə məktəbli oğlan uşağı itib. Beləliklə, taksi sürücüsü hər şeyi polisə olduğu kimi danışır. Yenə sürücü Elşad polisə deyir. O maşına əyləşəndə özünü mənə uşağın dayısı kimi təqdim elədi. Dediyi ünvanlara çatanda avtomobildən düşüb kiminləsə telefonla danışırdı. Maşında isə qətiyyən danışmırdı. Əhmədli də bir nəfərlə görüşdüyünün şahidi oldu. Bildirdi ki, dostudur. Sonra da mağazadan uşağa nə isə alıb gətirdi. Mənsurun istəyi ilə 20 yanvar metro stansiyası tərəfə getdik. Maşını Sumqayıta gedən avtobusların dayandığı yerdə saxladım. O yenə də maşından düşüb, telefonla kiminləsə danışanda uşaq mənə Mansurun onun dayısı yox, əmsi oğlunun dayısı olduğunu bildirdi. 25-30 dəqiqədən sonra qayıdıb uşağı maşından düşürdü və atasına təhvil verəcəyini dedi. Hər bir insanın psixikasının inkişaf dinamikası var. Yəni, hər bir insanın psixologiyası çağalıq dönəmindən inkişaf eləməyə başlayır. İnsanların davranışının, fəaliyyətinin də psixoloji bir mahiyyəti var. Hər bir insanın etdiyi əməlinin bir motivi olur. Cinayətin üstün açılmasında əsas səbəbkar həmin taksi sürücüsü olub və taksi sürücüsü də əslində daha tez reaksiya verməli idi. Taksi sürücüsü hesab edirəm ki, başa düşməli idi ki, burada müəyyən bir təhlükə var. Yəni bu insanın davranışında da müəyyən problemlər var idi. Yəni müəyyən sıxıntıları taksi sürücüsü hiss eləmişdi, amma təəssüflər olsun ki, yəni bununla bağlı ona bir reaksiya verməyib. Ümumiyyətcə mən hesab edirəm ki, tutduğu peşədən, ondan sonra vəzifədən asılı olmayaraq hər bir vətəndaş ayıq-sayıq olmalıdır. Özgə övlad olmur, bütün övladlar bizim balalarımızdır və onların sağlam şəkildə, normal şəkildə böyüməsi üçün, onların hüquqlarının pozulmaması üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Bəs kimdir bu Mənsur? Onun bütün Bakı şəhərini gəzdirdiyi uşaq kimdir? Uşaq nəyə görə tanımadığı bir adamla bu qədər uzun müddət bir yerdə olur? Suallar çoxdur. Mənsur Zülfüqarov işləməyə gəldiyi Rusiya Federasiyasından Bakı şəhərinə qayıtdıqdan sonra Dağıstanlı tanışları ilə birlikdə ticarətlə məşğul olmağa başlayır. Sonradan dostları Bakı ilə olan biznes fəaliyyətini müvəqqəti dayandırdıqları üçün onlarla işləyə bilmədiyindən pul da qazana bilmir. Bundan sonra həm valideynləri, həm də həyat yoldaşı onu pul qazanmamasına görə tez-tez danlayırlar. Mənsur başlayır tanıdığı adamlardan pul almağa. Vəziyyətdən çıxmaq üçün müxtəlif adamlara, məsələn, qaynatasına 4000, Eyüp adlı şəxsə 3000, bacısının əri İmrana 400 manat borcu yaranır. Bundan başqa Emil adlı dostunun adına bankdan 500 manat kreditdə götürüb ödəyə bilmədiyindən orada da faizlərlə xeyli borcu yığılır, dostuyla münasibəti korlanır. Nəhayət, borclardan yaxa qurtarmaq üçün bu adamın ağlına ən alçaq bir fikir gəlir. Fevralın əvvəllərindən bacısının əri İmranın qardaşı İlqarın oğlu Pirmuradı uğurlamaq və azad eləmək müqabilində atası İlqardan pul almaq. Mənsur öz dırnaqarası ideyasına o qədər aludə olur ki, hətta bu fikrini yaxın bildiyi dostları ilə də bölüşür. Bu dostların adları bizə vacib deyil. Sadəcə mən onun görüşüb onlara nələr təklif elədiyini sadalamaq, bu insanın nə qədər tamahkar və amansız olduğunu sizə çatdırmaq istəyirəm. Diqqətiniz məndə olsun. Mənsur Şaiq adlı dostuna deyir ki, uşağı uğurladıqdan sonra onun atasına telefonla o məlumat versin. Çünki özü məlumat versə, uşağın atası onu tanıya bilər. Bunun müqabilində o dostuna 7000 manat pul da boyun olur. Şaiq təbii ki, bu təklifdən imtina eləyir. Bundan sonra Mənsur bu alçaq niyyətini başqa bir dostuna da danışır. Ancaq o da bu təklifdən qəti olaraq imtina edir. Deyir, bir uşağın tərbiyəsi ilə bütün kənd məşğul olmalıdır. Amma bugün biz yaxın dostumuzda bəzən bir hərəkət görəndə düzdür, onu tərk eləyirik. Bəlkə də açıqlama qursaq, bəlkə də izah etsək, onun səhvini otuzdurub dərin başa salsaq ki, sənə müalicə lazımdır. Psixoloji bir terapiya almalısan, səndəki bu fikirlər, bu planlar, səndə bu ideyalar hardan qaynaqlanır? Niyə sən bu qədər pula hərissən? Pula həris olub bir insan həyatına qıymaq artıq psixikanın pozulması deməkdir.
Bundan sonra Mənsur planın həyata keçirilməsinə başlayır. O bilirdi ki, 11 yaşlı Pirmurad bir qohum kimi onu tanıyır. Uşağı aldatmaq çətin olmayacaq. Uşaq məktəbdən çıxanda onu Bakıya aparacağını deyib maşına oturdur. Onlar Əhmədliyə gəlirlər. O burada yenə Şaiqlə görüşür, uşağı artıq uğurladığını, onun işinin sadəcə atasına zəng vurmaq olduğunu deyir. Şaiq yenə imtina edir. Bundan sonra başqa bir dostuna zəng vurub onunla görüşür. Ondan da eyni şeyi xahiş edir. Yenə rədd cavab alır. Sonuncu ümid yeri kimi boşda olduğu dostu Emilə zəng eləyir, onunla görüşür. Emil də onun üstünə qışqırıb deyir ki, belə şeylərə onu qatmasın. Təəssüf olsun ki, bəzi insanlar bu kontekstdə dərin düşünə bilmirlər. Çünki onlar da zamanında, onların da psixi inkişafı, ailə hissləri bir fərd kimi şəxsiyyətə dönüşü çox zəif olub, ləng olub. Onlarda o xarakterin güclü xüsusiyyətləri formalaşmayıb ki, ağlının çevikliyi ilə, ağlının dərinliyi ilə qarşı tərəfin törədəcəyi əməlinin qarşısını alsın. Mən hesab edirəm ki, bu cinayəti törədərkən bu kör təbii edib. Yəni bu cinayəti qabaqcadan planlaşdırsa da, bu əməli dərk edib, bu məqsədyönlü şəkildə əməlinə gedib, amma bunun düzgün bir formada həyata keçirə bilməyib. Nəhayət o, əlacısız qalıb 20 yanvar metro stansiyasının tunelindən səsinin tanınmaması üçün dəstəyin üstünü dəsmalla örtərək özü İlqara zəng eləyir. Oğlunu uğurladığını deyərək 30.000 pul istəyir. Sonra məlum hadisələr baş verir. Yadımda da həmin ərəfədə cəmiyyətdə böyük bir rezonans doğurmuşdu. Çünki yəni mən özüm də valideynəm. Allah bütün övladları saxlasın. Mənim də 2 balam var və bir anlıq fikirləşəndə, düşünəndə ki, hər hansı bir şəxs sənin övladının qarşısında belə bir hərəkət edə bilər. Əlbəttə ki, sağlam insanın ağlına sığmır belə bir hərəkət. İlqar Pirmuradovdan aldığı gözlənilməz cavab Mənsuru cinayətə sövq eləyir. O, köməksiz uşağa qarşı daha da amansız davranaraq onu öldürmək fikrinə düşür. Bu məqsədlə də Pirmuradı avtomobildən düşürüb, gəzmə yadı ilə 20 yanvar metro stansiyasının yaxınlığındakı yeni inşa olunan yaşayış binasının zirzəmisinə aparır. Artıq 3 yaşından etibarən, yəni 3-6 yaş, bu məktəbə qədər dövrdür də, o yaşda artıq həyata bələdləşməni çox belə məsuliyyətli şəkildə həyata keçirmək lazımdır. Həyata bələdləşmə dediyimiz öz cinsini, mən konsepsiyasını, yəni öz mənini, özüm deyə o psixoloji prosesi anlayan uşağa sən özün edə bilərsən, sən bacararsan. Hər bir uşağa müəyyən mənada aşılanmalıdır ki, sən özün öz həyatının xilaskarısan. Susmamalısan. Və deyə bilərsiniz ki, az yaşlı uşaq böyüklərə etibar eləyir, böyüklərə inanır. Razı olaram sizinlə. Amma böyüklərin də birinci növbədə, sağlam təfəkkürlü böyüklərin birinci növbədə vəzifəsi dünyaya gətirdiyi o fərdin həyatını qoruması üçün əlindən gələni əsirgəməməsidir. Cinayətkarlıqla bağlı bilirsiniz ki, cinayət elmini öyrənən kriminologiya elmi var və kriminologiya elmi özlüyündə cinayətlərin ümumiyyətcə məzmununu araşdırır. Yəni cinayətlər hansı səbəbdən baş verir və cinayətlər qarşısına alınması üçün nələr edilməlidir və bir növ bilirsiniz həmin elmin bir neçə nəzəriyyəsi var və bu nəzəriyyələrdən biri də sınıq pəncərə nəzəriyyəsidir ki, orada bilavasitə qeyd olunur ki, yəni həmin nəzəriyyənin bahanələri əsasında ki, əgər hər hansı bir ərazidə baxımsızlıq, ondan sonra və
antisanitariya və natəmizlik varsa, belə ərazilərdə cinayətlər daha çox baş verir və həmin ərazinin sakinləri də bilavasitə cinayət törətməyə daha meyillidirlər. Nəinki təmiz küçələrin və təmiz ərazilərin sakinləri. O, uşağın nəfəsi dayanandan sonra meyidi evdən gətirdiyi kostyum saxlamaq üçün nəzərdə tutulan kisəyə yerləşdirir. Məktəbli çantasını zibil qutusuna atır. Torbanı qoltuğuna vurub, onları gözləyən sürücünün yanına qayıdır. Xarakter nöqteyi nəzərdən bu cinayət ağır və xüsusi ağır cinayətlər kateqoriyasına aiddir və bunun əməlində bir neçə cinayətlərin tərkibi var. Bu, insan oğurluğudur, xüsusi amansızlıqla şəxsin qətlə yetirilməsidir, köməksiz vəziyyətdə qətlə yetirilməsidir və s. Və xarakter üzrə bu xüsusi ağır və ağır cinayətlər kateqoriyasına aiddir ki də, bunun da törədilməsində şəxs göründüyü kimi məqsədyönlü şəkildə gedib bu cinayətin törədilməsində. Sürücünü aldadaraq uşağı aparıb atasına təhvil verdiyini deyən Mənsur, Pirmuradın kostyum torbasına bükülmüş meyidini avtomobilin yük yerinə qoyur. Sürücüyə bildirir ki, sovqatdır. Pirmuradın atası Şamaxıda olan qohumlarına göndərir. Ceyranbatan qəsəbəsində yol üstü qohumlarına vermək lazımdır. Bizim əhatə eləyən o qədər insan var ki, biz bilmirik onların davranış motivini nə təşkil edir. Hər bir insanın özünün davranış motivi var. Nə deməkdir bu? Yəni, etdiyi hərəkətlərin kökündə nələrsə yatır. Bəzi insanlarda o qədər bəsit, o qədər inkişaf etməyən bir təfəkkür var ki, biz bu insanların, hətta bizim yan yörəmizdə də ola bilərlər bu insanlar. Biz bu insanlarla qısa bir ünsiyyətə də daxil ola bilərik. Amma onların həyat motivləri haqqında xəbərdar olmaya bilərik. Bu, istər uzaq qohum olar, yaxın da qohum ola bilər. Mənsur Zülfüqarov istintaqa sonra bunları deyir. Avtomobilə əyləşib maşını Ceyranbatan tərəfə sürdürdüm. Qəsəbədə MTN yolu adlanan ərazidə düşdüm və Sovqat adı ilə taksiyə qoyduğum meyidi götürdüm. Sürücünü yola salıb, özüm tək başına meyidi Bakı-Sumqayıt avtomobil yolunda su kanalına atdım. Evə qayıdanda qəsəbədə Elşad Həşimovun İlqargilin evlərinin yaxınlığında polislərlə söhbət elədiyini gördüm. Onda fikrimə gəldi ki, sürücü Elşad məndən şübhələnib. Yəni, bu özlüyündə onu göstərir ki, bu şəxs öz əməlini dərk edib və anlayıb ki, bunu törətdiyi əməl nədir, amma hər bir halda şuurlu bir şəkildə daha sonra uşağın cəsədin avtomobilin arxasına yerləşdirilməsi və sovqat kimi sürücüyə təqdim edilməsi, bu onu göstərir ki, bu şəxs öz əməlini tam olaraq dərk edib və bu şəxsin öz arzusu əsasında həyata keçirilmiş bir əməldir, bir cinayətdir. Cinayətdə şübhəli bilinən Mənsur Zülfüqarov elə həmin gün saxlanıldı. O, İlqar Pirmuradovdan küllü miqdarda pul tələb elədiyini, hətta 11 yaşlı məktəblini oğurlayıb xüsusi amansızlıqla öldürdüyünü elə ilkin ifadəsində etiraf eləyir. Mənsur Zülfüqarovun polisə verdiyi ifadə hər kəsi şoka salmışdı. Elə həmin gün Mənsur Pirmuradı oğurladıqdan sonra onu öldürüb Bakı-Sumqayıt yolunda su kanalına atdığı yeri göstərir. Ümumiyyətcə, cinayət qanunvericiliyin tələblərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün iki başlıca amil olmalıdır. Bu, şəxsin anlaqlı olması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müəyyən yaş həddinə çatmasıdır. Burada yəni cinayət törədən şəxs özü artıq həddi buluğa çatmışdır. Yəni cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş həddə çatmışdır. Qaldı ki, bunun davranışı zamanı müəyyən burada onun psixoloji durumundakı olan hərəkətlər, yəni bu taksi şoförü ifadələrində göstərir ki, yəni məhkəməyə ondan sonra ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərir ki, o şəxs həyəcanlı olub, tez-tez avtomobili müəyyən ərazilərə sürdürən zaman bunun davranışında müəyyən hərəkətlər olub və s. Yəni bir növ şəxslərdə də yəni bu işlə bağlı tanış olan şəxslərə elə bir təəssürat yarana bilər ki, o şəxsin psixoloji durumu normal deyildi. Yəni o hər hansı bir psixoloji xəstəlikdən əziyyət çəkirdi və s. Amma bununla bağlı qeyd edim ki, yəni hər bir cinayət işləri üzrə yəni təyin olunan ekspertizalardan biri də psixoloji ekspertizadır və psixoloji ekspertizanın verdiyi rəyə əsasən həmin şəxs yəni cinayət törədərkən tam anlaqlı olub, o cinayəti dərk edib, görüb, arzulayıb və onun xoşagəlməz nəticələri haqqında da məlumatlı olub.
Sadəcə olaraq yəni onu bildirmək istəyirəm ki, yəni bu şəxs öz əməlini gözəl dərk edib, hamısını başa düşüb, amma və istənilən bir anda da, yəni o şəxsi, o uşağı oğurladıqdan sonra, yəni onun belə bir məcburiyyəti yox idi ki, onu qətlə yetirsin. Yəni o belə bir onun tamah məqsədi var idi. Tamah məqsədi ilə o uşağı qaçırmışdı. Amma əlbəttə məndə də bir hüquqşünas kimi sual doğurur ki, yəni bunu həmin digər cinayətlərin həyata keçirməsinə bunu vadar edən amillər hansı idi? Təəssüflər olsun ki, bunu istintaq da cavab verməyib və biz də bu suala cavab verməyəcəyik. Yəni verə bilməyəcəyik daha doğrusu. Yəni ən azından bu istənilən vaxtda bu cinayətin qarşısını ala bilərdik. Mən sizə uşaq qatili Mənsurun hamıya borclu olmasından, heç cürə pul qazana bilməməsindən danışdım. Ancaq bunun səbəbi nə idi? Gəlin, başqa bir şahid eşidək. Şahid Emil deyir ki, təxminən bir il əvvəl Moskvaya getmək üçün Mənsura pul lazım olduğundan bankdan kredit götürüb ona verib. Bakıya qaydanda isə Mənsur Kabardı-Balkardan Liana adlı qızla qayıdıb. O, şəhərin bahalı yerindən 400 manata 15 günlük kirayə ev götürür, qızla orada yaşayır. Sonra qızın rəfiqəsi də gəlir. İndi bildinizmi bu adamın niyə heç vaxt pulu olmurmuş? Bilirsiniz ki, hər kəsin genetik faktorları var. Bir çox psixi pozuntular genetikadan da qaynaqlanır. Gizli şəkildə gedir. Deyir, uşağım elə sakitdir ki, o qədər utancaqdır ki, heç başını qaldırıb yuxarı baxmır. Bu normadan kənar bir davranışdır. Bu norma deyil, sağlam yanaşma deyil. Məhz bu uşaqlarla artıq 3 yaşından etibarən valideynlər sağlam ünsiyyətə keçməli, onların təfəkkürünün inkişafı üçün, onların qavrayışının inkişafı üçün söhbətlər etməlidirlər. Nə istəyirsən? Sənə nə maraqlıdır? Nə öyrənmək istəyirsən? İstəklərlə maraqlanmayanda o yaşa dolduqca elə ac tərzdə inkişaf eləyir və onun pula olan marağı, onun belə deyək də əyləncəyə, hansısa ziyanlı bir şeylərdən olan asılılığı məhz keçmişdə ödənilməyən tələbatları olur. Mən həmin cinayət törədən şəxsin şəxsiyyəti haqqında da bir toxunmaq istəyərdim. Ümumiyyətcə, qeyd etdiyim kimi bu hökmlə tanış olanda bəlli olur ki, yəni bu şəxs ümumiyyətcə bir tüfeyli həyatı kimi sürüb. Yəni bunun maddi sıxıntıları olub müəyyən və müəyyən maddi sıxıntılar nəticəsində bu Rusiyaya qazanc əldə etməsi üçün gedib və orada da normal qazanc əldə edib, amma əldə etdiyi qazancı da bu öz şəxsi ehtiyacları üçün, yəni bu lazımsız yerlərə sərf eləyib və ondan sonra nə baş verir? Yenidən bu adam təkrarən bu əməllərə baş alır. Yəni bu yenidən tüfeyli həyatı tərzi sürdüyü üçün başlayır öz qohumlarından, tanışlarından müəyyən məbləğlərdə borc götürməyə və sanki bu cinayəti törədəndə özünə bir təsəlli verir. Yəni bu başlayır danışmağa ki, yəni mənim maddi sıxıntılarım olub, müəyyən çətinliklərim olub, borc yələri məndən əl çəkmirdilər və s. və sanki bir don gezdirməyə çalışırdı bu həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaq zamanı, amma hər bir halda hər hansı bir nə də dəlil gətirsə də, yəni mahiyyət etibarı ilə baxdıqda əlbəttə ki, bu tükürpədici bir cinayətdir və azyaşlı bir övladın oğurlanması, ondan sonra onun amansız şəkildə qətlə yetirilməsi bu bizim həqiqətən nə mentalitetimizə, yəni biz bir Azərbaycanlı olaraq biz düşmənin övladına belə bir güllə atmırıq. Bu bizim qanımızda, bizim soyumuzda belə bir şey yoxdur, amma öz qohumun, uzaq da olsa qohumun övladına qarşı belə bir amansızcasına cinayətin törədilməsi sözsüz ki, yəni cəmiyyətdə də böyük bir rezonansa səbəb oldu. 1984-cü ildə anadan olmuş Zülfiqarov Mənsurun törətdiyi cinayət əməli həm istintaqda, həm də məhkəmədə sübuta yetirilir. Hərəkətləri ilə Zülfiqarov Mənsur Balağoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 144.3 və 182.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Törətdiyi cinayət əməllərinə görə Zülfiqarov Mənsur ömürlük azadlıqdan məhrum edilir. Söz yox, burada məsələ tək bu cəzasında deyil. Yəni hadisəni biraz
qabaqlayardım. Yəni hadisə öncəsi burada bu müəyyən şəxslərə zəng edərək o dostlarının kömək dilənməsi və bir neçə şəxslər olub. Yəni həmin şəxslər isə müəyyən bəhanələr gətirərək təəssüflər olsun ki, hüquq mühafizə orqanlarına müraciət eləməyiblər. Onlar lazımi siqnalı hüquq mühafizə orqanlara vermiş olsaydılar vaxtında, yəni bu hadisənin, xoşagəlməz hadisənin təbii ki, qarşısının da alınması mümkün olardı. Amma çox təəssüflər olsun ki, onlar cinayəti bilə-bilə onu örtbasdır ediblər, lazımi orqanlara xəbər verməyiblər. Əslində onların da cinayət məsuliyyəti var. Yəni bildiyiniz kimi Cinayət Məcəlləsi müvafiq maddəsinə əsasən cinayəti bilib gizlədilməsi bu artıq özü müəyyən məsuliyyətə səbəb olur. Amma hər bir tərəfdən onun mənəvi bir tərəfi də var ki, kiminsə övladının ölümü ilə bağlı, yəni hadisələrin, həmin şəxslər mən hesab edirəm ki, özləri də bu cinayətin tam olmasa da qismən iştirakçısıdırlar. Yəni bunlar ən azından bu cinayətin qarşısının alınması üçün müəyyən tədbirlər görə bilərdilər. Onun uşağın atası ilə əlaqə saxlaya bilərdilər. Həmin şəxsin bu cinayətin törədilməsində qarşısının alınması üçün müəyyən hərəkətlər eləyə bilərdilər ki, təəssüflər olsun ki, bunu etməyiblər. Mənim şahidlərlə, daha dəqiqi, Mənsurun cinayət əməlindən xəbər tutub bundan imtina eləyənlərlə işim yoxdur. Ancaq düşünürəm, onlardan hansısa, hansı yollasa Mənsuru bu fikrindən daşındıra bilərdi. Düzdür, deyirlər, Mənsurun onlara və ailə üzvlərinə bir zərər verəcəyindən ehtiyat eləyib heç kimə heç nə deməyiblər. Ancaq ortada bir cinayət əməli törədiləcəksə, yaxud artıq törədilibsə, bunu gizlətməyin adı nədir? Həyatda mən deyərdim ki, ən qorxulu xüsusiyyətlərdən biri də bir insan həyatında laqeydlikdir. Laqeyd qalan insanın sevgisi çox zəif olur. Yalnız özünü olur. Dərin düşünə bilmir. Mənim işim düzəlsin, başqaları ilə nədir işim? Öz mənfəətini güdür. Və buna görə də biz hər kəsə arxain olub, bu həyat göy qurşağından ibarətdir, bu həyat allı, güllü, çiçəkli deyib, övladlarımızı bu həyata tam sərbəst şəkildə buraxaraq heç nəyə etibar etməməliyik. Bəli, narahat olmalıyıq. Hüquqda bunun adının nə olması ilə işim yoxdur. Ancaq insanlıqda bunun adına laqeydlik, biveclik, özündən başqa heç kimi düşünməməkdir. Belə insanlar isə adətən cəmiyyət üçün bir qədər yararsız olurlar. Bu, sadə bir həqiqətdir. Biz hər istintaqımızda sizə belə sadə həqiqətlərdən danışırıq. Yenə danışacaq. Ona görə istintaqımız davam edir.